Deyir ki, 11-ci suala baxıram. ABC bərabər yanlış bucaq. Təpədən çəkilən hündürlük bu B-dir. B-dir. 25 santimdir. 25 santim. Yan tərəfə çəkilən median, deməli BD bərabər olsun 25-ə. Yan tərəfə çəkilən median, AM median çəkdim. AM medianda oturacaqlar 30 dərəcə bucaq əmələ gətirir. AM mediandır deyə BM bərabərdir MC-yə. Buradan da qeyd üstündə. Və bərabər yanlış bucaqda biz bilirik ki, BD hündürlüyü həm tənbölən, həm median olduğundan bu da oturacağı iki bərabər hissəyə bölür. Deməli, biz aldıq ki, bu BD həm də mediandır və AM də mediandır. Onda bu O nöqtəsi qeyd edirik. Bu O nöqtəsi medianların kəsişmə nöqtəsidir. Deməli, bu O nöqtəsi medianların kəsişmə nöqtəsidir. Medianlar təpədən başları 2-nin 1 nisbətində bölünür. Onda bura 2K yazaq, burada K. Və digər tərəfdən AOD üçbucağına baxsaq, düzbucaqlı üçbucaqdır. 30-un qarşısına 2K-dırsa, onda bunun hipotenuzu 2K-dır. Və AM mediandır. O nöqtəsini 2-nin 1 nisbətində bölünürsə, OM də K-dır. Buradan belə çıxdı ki, AM bərabərdir BD-yə, o da bərabərdir 3K-yə. Yəni, hər ikisi bir-birinə bərabərdir. Onda BD 25-dirsə, AM də olacaq 25. Bizdən də elə AM-in uzunluğunu istəyirdi. Olacaq D variantı. Baxıram 15-ci suala. On 15-ci sualda da ABC. ABC. Deyir ki, AC 8-dir. AC 8-dir və AD çəkilib. AD tənböləndi bizdə. AD tənböləndi. Və bucaqca 72 dərəcədir. Bura 72-dirsə, bu bərabər yanlış bucaq olduğundan bu tərəfdə A bucağı da 72-dir. Və tənböləndən 36 hissələrə bölünür. Və ABC üçbucağın oturacaqdakı bucaqları 72, 70, 144 isə təpə bucağına da düşür 36 dərəcə. Digər tərəfdən onda biz A, B, D üçbucağına baxsaq, deməli, ABD üçbucağına baxsaq, oturacağı bir şey bucaqla 36. Demək, bu tərəf bərabər olacaq bu tərəfə. Bərabər yan tərəfləri. Baxıram. İndi baxıram A, deməli, D, C üçbucağına. Bu üçbucaqda da bir bucaq 36-dır, bir bucaq 72. Onda 180-dən toplayıb çıxsaq, burada 72 dərəcə düşür. Deməli, ADS üçbucağı da bərabər yanlış bucaqdır. Bura 8-dir, burada 8-dir. Biz bayaq AD ilə BD-nin də bərabərliğini almışdıq, burada 8-dir. Bizə deyir ki, AD üstəgəl BD-yə, yəni 8 üstəgəl 8 olacaq 16. A bəndi. Baxıram, bir də burada 18-ci suala baxaq. AKB. AKB. Burada C olsun. Deyir AK bərabərdir BK-ya. O da bərabərdir BC-yə. KD bərabərdir DC-yə. KD də DC-yə bərabərdir. KAB 40 dərəcədir. Bura 40 dərəcədir. DBA bucağını tapın. Yəni bu alfanı. İndi baxsaq. Bizdə. Bu bərabər yanlış bucaq. Çünki AK KB-yə bərabər. Bərabər yanlış bucaq, sonra bucaq B də 40 dərəcədir bizdə. Bucaq B də 40 dərəcədir. Və üçbucaq B KC-yə baxsaq. Üçbucaq B KC-də BD həm də deməli, BD mediandır. BD bərabərli median. Yəni qarşı tərəfini eniyib yarıya bölüb. Amma buradan bu üçbucaq, yəni BKC üçbucağı həm də bərabər yanlış bucaqdır. Çünki yan tərəflər bərabərdir. Onda BD həm median, həm də tənbölən olur. Bucaq BD 40 dərəcədir deyə, tənbölən isə onda böləcək 20 dərəcə və 20 dərəcə. Onda biz aldıq ki, alfamız olacaq 20 dərəcə. Yəni C bəndi.